adam bakın, adam adını bilmir. Təcili tibbi yardım, təcili sözü ərəb mənşəlidir, Azərbaycan dilinə keçib, sürət bildirməlidir, operativlik bildirir. Biz qalmışıq günahı öz üzərindən atmaq yolu axtaran məmurcuqların əlində. Kənd sarını heyvandarlıq inkişaf eləməyib deyə bizdə ətin qiyməti. Sağ ol, Nobel mükafatı verək o Məcnun müəllimə. Bir dənə yaxasından Nobel alır, bu kəşf elədi. Biz bilmirdik, Azərbaycanda inək və iri buynuzlu və kiçik buynuzlu heyvanların sayı azaldığı üçün ət qıtlığı yaranıb. Biz bilmirdik. Ona görə Somalidən dondurulmuş ət getiririk. Müəllim, bəs səni ora qoyublar ki, sən bunun səbəblərini araşdırıb aradan qaldırasan, biz gedib Somalidən, Manqolistandan ət gətirməyək də, düzdür qardaş? Necə olur Manqolistanın düzündə qoyun əti gətirilib bizdən 2 dəfə ucuza və dünyaya ət satılır. Amma bizdə baxın, Qarabağ azad eləmiş, o boyda coğrafiyada orada otlaq yerlər əmələ gəlib filan olub, biz daha da geriyə gedirik. Bunu araşdırın. Günah bizim deyil, bizdən qabaq belə idi. Bu bilirsiniz nə təfəkkürdür? Bu müasir marketinq təfəkkürü, bu məmur təfəkkürü deyil, o qolunu çırmasın. Deyirlər, məsələn, Heydər Əliyevi deyirlər də, Heydər Əliyev BAM yolu vardı, Baykal-Amur. Qolunu çirmədi, oturdu qatara, getdi ora. Düzdür, dəfələrlə getdi və bu gün də Rusiyada qəbul edir ki, o yolun çəkilişində Heydər Əliyevin şəxsi təşəbbüsü o. Niyə qolunu çirmədi, ayağına geyindi, çəkməni getdi o palçığın içinə, o tikənlərin içində, düzdür, getdi, yox. Bunlar oturublar kabinetlərdə datalardan danışırlar. Bu data bizim belimizi qıracaq. Arkadaş, sən bir dəfə tövləyə girmisən, bir də çobanla danışmışsan ki, məsələn, çoban destinsən. Məcnunu baxın, qıraqdan göstərin ki, bala bu inək tövləsidir, qoyun tövləsidir. Ayıra bilsə gəlin mənə nə deyir. Yəni, qardaş, sən bilmirsənsə ot nədir, otlaq nədir, qoyun nədir, inək nədir, bunun yunu var, bunun qışı var, bunun yayı var, bunun... Yaylağı var, qışlağı var. Yəni, bunların hamısı həqiqətən də bəlkə də məsləhət alsalar daha... Deyir ki, biz deyir, icazə verə bilmərik ki, hər gələn geçsin, iynə vursun. Belə şey olar deyir, yox, iynə vurma, qoy canı çıxsın, ölsün. Sonra da deyir ki, təcili tibbi yardım da tez gəlməli deyil. Yəni, ştuqda bir nəfər öləcək canı cəhənnəmə. Qardaş, biz nəyi görmüşük? Biz görmüşük ki, dünyada necədir? Hətta, məsələn, deyir ki, hər kənddə bizdə məntəqə yoxdur. Bu sənin bir ayıbın. Niyə yoxdur sənin hər kənddə məntəqənin? Düzdür? Yəni, ay Seniz xan, bax, bugün bura bir kollektivdə yeni müsavat. Mən əminəm ki, Rauf bəyin imkanı olsa, tibb bacısına, yəni maliyyə bir tibb bacısı əyləşdirər bura. Bir futbol klubunun özünün tibb məntəqəsi var, həkimləri var. Nə bilim, zavodun, fabrikin özünün hərəsinin bir tibb məntəqəsi var. Bizim məktəbdə tibb məntəqəmiz var idi. Yəni, hər kənddə sənin tibb məntəqən olmamaq bu sənin bir ayıbın. Doğru. İkinci də hər kənddə kimsə gedib texnikum oxuyub, ya özü öyrənib, filan eləyib, sən onu çağırıb, sertifikat verib, onu daha da ixtisasını artırıb, ona icazə vermək əvəzinə deyirsən, gəlib canımı alaram, ha. Dünyada necəsin? Gəlirlər hər kəndə, bir nəfər götürürlər, aparılan 6 aylıq, 7 aylıq kurs keçirlər, ilkin tibbi yardım, iynə vurmaq öyrədirlər, təzyiqini ölçmək öyrədirlər, lazım olanda o ilkin yardımla süni tənəffüs öyrədirlər. O yan olanda qəpik quruşdur da texnikası. Nə texnika? O elektroşok olsun, nə bilim o filan olsun, onun bir çamadan halında yıxsaq, o ilkin təcili tibbi yardım çamadanı dediyimiz yıxsaq, onun mahiyyəti 10.000-15.000 manat deyil heç. Bütün müasir texnoloji hər kəndə al ver, bir dənə də tibb bacısı, sən iş yeri açmış olacaqsan, həm kənd cəmaatı yüngülləşmiş olacaq, düzdür, ya gedəcəklər məntəqədə, ya da evinə gedəcəklər, deyəcəksən, evin birini, otağın birini steril elə, filan elə, səliqəli şəkildə. Güya ki, düzəlmişdi, hər yarağımız qalmışdı, saqqal darağımız. Bizim hər dərdimiz düzəlmişdi, bizə iynə vurmağı, baxın, indi